Salam. İllər əvvəl tərcümə elədiyim bir yazını, mətni oxumaq istəyirəm. Aglaya Teşidze'nin Sevgi Manifesti 2019-cu ildə tərcümə eləmişdim. Paylaşmışdım Facebook'ta. Bunu çox sevdiyim üçün bir də video formatda qalsın istədim. Hesab edirəm ki, sevgi deyilən şeyin bütün tərkibi, içi, yəni nələr var onun içində, nələr daxildə, hamısı burada qeyd olunub bənd-bənd. Yəni bizim zənn etdiyimiz kimi deyil əslində məsələlər. İdeal değil. Burada her şey var. Önemli olan açık olmaktır her zaman. Açık olmak, danışmak ve demek. Neyin ne olduğunu demek ve Aglaya Teşidze'de mümkün olabilecek her şey deyip bence burada. Yalnız ona göre ki mən səni sevirəm. Mən heç vaxt sonuncumu sənə vermərəm. Çünki səni sevirəm. Əgər sonuncunu sənə versəm, özümə acıqlanaram. Özümdən inciyərəm və artıq sənə yaxın gələ bilmərəm. Məhz ona görə ki, mən səni sevirəm. Mən ilk növbədə öz qayğıma qalıram. Çünki əgər mən öz qayğıma qalmasam, sənə heç nə verə bilmərəm. Yalnız ona görə ki, mən səni sevirəm, mən öz ürəyimi sənə açıram. Hətta onda ən zülmət, qaranlıq olanda belə. Çünki əgər mən onu sənə açmasam, o bizim aramızda dayanacaq. Məhz ona görə ki, mən səni sevirəm, mən bəzən səndən gedirəm və tək qalıram. Özümlə qovuşmaq, dincəlmək və sənə təzə, ünsiyyətə hazır insan kimi qayıtmaq üçün. Yalnız ona görə ki, mən səni sevirəm, mən hər zaman sənə həqiqəti deyirəm. O nə qədər çətin olursa olsun. Mən onun üçün uyğun zamanı və formanı tapır və nə olur olsun onu sənə deyirəm. Çünki istəmirəm ki, mənə münasibətində sən illüziyaya söykənəsən. Məhz ona görə ki, mən səni sevirəm, mən daim səninlə dalaşır və mübahisə edirəm. Mən istəmirəm ki, aydınlaşdırılmamış məsələlər bizim aramıza divar çəksin. Məhz ona görə ki, mən səni sevirəm, mən daim özümü axtarır və inkişaf etdirirəm. Çünki həyatımı yalnız sənə həsr etdiyim üçün özümü qınamaq istəmirəm. Məhz ona görə ki, mən səni sevirəm, mən sənin üzərinə məni xoşbəxt etmək kimi ağır bir yük qoymuram. Mən səndən məni xoşbəxt etməni istəmirəm. Eyni zamanda səni xoşbəxt etməyə də çalışmıram. Çünki insanın xoşbəxtliyi onun öz işidir. Məhz ona görə ki, mən səni sevirəm, mən sənin üçün heç nəyi gücümü zorlayaraq etməməyə çalışıram. Çünki sonradan məni buna məcbur etdiyin üçün səndən incimək istəmirəm. Məhz ona görə ki, mən səni sevirəm, mən bəzən sənə acıqlanıram. Çünki sən mənə heç kimin gəlmədiyi qədər yaxın gəlirsən və məni ağrıda bilərsən.
Mənim kinim işıqlı məqsədlərə yönəlib. Mənim kinim səni öldürmək cəhdi deyil, razılaşma dəvətidir. Yalnız ona görə ki, mən səni sevirəm, mən yaşamaq üçün qaydalar müəyyənləşdirirəm. Çünki biz iki ayrı insanıq. Necəsə razılaşmalı olan iki kainatıq. Yalnız ona görə ki, mən səni sevirəm, mən öz incikliyimi səndən gizlətmirəm. Çünki məhz onun vasitəsilə biz yaxın ola bilərik. Məhz ona görə ki, mən səni sevirəm, mən sənin ağrılı yerlərinə təmkinlə və ehtiyatla yanaşıram. Onları əzməyə çalışmadan. Lakin onları görməzdən də gəlmirəm, sənə sağalmaq imkanı vermək üçün. Məhz ona görə ki, mən səni sevirəm, özüm olmaq üçün bəzən ciddiyyət, inadkarlıq göstərir, hətta dirənirəm. Çünki əgər mən özüm olmasam, səninlə də ola bilmərəm. Məhz ona görə ki, mən səni sevirəm, mən tez-tez sənə yox deyirəm. Hə, tam və səmimi olsun deyə. Məhz ona görə ki, mən səni sevirəm, mən tez-tez mənim istədiyimlə razılaşmanı və bunu qalıqsız bir şəkildə yaşamamızı istəyirəm. Məhz ona görə ki, mən səni sevirəm, mənim sənə yazığım gəlmir və səndən mənəvi əlil düzəltmirəm. Mən sənin öz daxili yaralarını mənim gözüm önündə sağaltmanı səbirlə gözləyirəm. Məhz ona görə ki, mən səni sevirəm, mən öz üzərimə sənin məsuliyyətini götürmürəm. Çünki əgər mən onu götürsəm, bu səni zəif, məni isə acıqlı edəcək. Məhz ona görə ki, mən səni sevirəm, mən sənə artıq gəldiyimi hiss edəndə dayanıram. Məhz ona görə ki, mən səni sevirəm, mən deyirəm ki, sən də mənə artıq gəlirsən. Çünki əgər bunu deməsəm, məndə sənə qarşı ikrah hissi yaranacaq və bizim görüşümüz işgəncəyə çevriləcək. Məhz ona görə ki, mən səni sevirəm, özümün və ya sənin niyyətinin təmizliyindən və aydınlığından əmin olmadığım təqdirdə sənə yaxın gəlmərəm. Məhz ona görə ki, mən səni sevirəm, mən daim özümdən soruşuram, mən nə istəyirəm və mənə nə maraqlıdır. Öz kəşflərimin və uğurlarımın sevincini səninlə bölüşmək üçün. Məhz ona görə ki, mən səni sevirəm, mən sənsiz xoşbəxt olmağa çalışıram. Öz rifahımın məsuliyyətini sənin boynuna yıxmamaq və olanımı səninlə paylaşmaq üçün. Yalnız ona görə ki, mən səni sevirəm, mən sənə bunun əbədi olacağı sözünü vermirəm. Amma indi mən səni bütün varlığım və gücümlə sevə bilirəm. Yalnız ona görə ki, mən səni sevirəm, mən bütün ömrümü sənsiz yaşamağa hazıram. Əgər sənə belə yaxşıdırsa. Yalnız ona görə ki, mən səni sevirəm, mən səni yaşamaq istədiyin bütün macəralar üçün azad buraxıram. Çünki o kəs ki getməlidir, o hər bir halda gedəcək. Amma o kəs ki həqiqətən sənin üçün seçilib, o qalacaq və ya qayıdacaq.
Məhz ona görə ki, mən səni sevirəm, mən sənin başqası ilə olmana sevinirəm. Əgər sən onunla olmaq istəyirsənsə, çünki mən istəyirəm ki, dünyada səni sevən insanlar çox olsun. Məhz ona görə ki, mən səni sevirəm, mən sənə dözmürəm və xoşuma gəlməyən şeyi anında deyirəm. Bir dənə böyük, hər şeyi dağıdan mübahisədənsə, qoy çoxlu, kiçik sürtüşmələr olsun. Məhz ona görə ki, mən səni sevirəm, mən səni istənilən an buraxmağa hazıram. Çünki yalnız o təqdirdə birlikdə keçirdiyimiz hər ana sevinə bilərəm. Məhz ona görə ki, mən səni sevirəm, mən bütün gücümlə özümü tanımağa və sevməyə çalışıram. Çünki səndən öz boşluqlarımı doldurmaq və şüursuzca öz yaralarımı sarmaq üçün istifadə etmək istəmirəm. Yalnız ona görə ki, mən səni sevirəm, mən öz ağrım, kinim və qorxumla üzləşirəm. Mən yenidən və yenidən bundan keçmə cəsarətini özümdə tapıram. Mən özümdən çox şey gözləyirəm. Sənə isə yalnız ümid edirəm. Çünki sən mən deyilsən. Sən başqasısan. Və mən səni görürəm. Mən səni mümkün qədər aydın, öz fantaziyalarım və illüziyalarımdan fərqləndirərək görməyə çalışıram. Yalnız ona görə ki, mən səni sevirəm. Aglaya Datashidze.